Ana ilə münasibət insan həyatındakı ilk və ən əsas münasibətdir. Bu münasibətlərin içində bir çox vacib həyat sahələrinin təməli atılır. Ana öz yumşaq toxunuşları ilə ilk əvvəl uşağın bədən sərhədlərini, sonra isə şəxsiyyət sərhədlərini formalaşdırır. Məhz burada insanın taleyi və həyat ssenarisi başlanır. Bu ssenari ya bir komediya ola bilər, ya da bir faciə. İnsanın daxilində harmonik və güclü daxili ana obrazı formalaşdıqda həyatında bir çox problemi həll edə bilir. Ana travmasının əlamətləri nələrdir? Partnyorlarla çətin münasibətlər, ondan asılı düşmək, qısa müddətli əlaqələr, evli şəxslərlə münasibətlər, məşuqə rolu, pis vərdişlər, asılılıqlar, alkohol, siqaret, qumar, içki və s. yemək pozğunluqları, özünü reallaşdıra bilməmək, mən bacarmaram qorxusu, özünü saxtakar hiss etmək qorxusu, perfeksionizm, əlaçı qız sindromu, özünə qarşı sabotaj, qorxular, təşviş, yalnızlıq, panik ataklar, aşağı özgüvən, özünü sevməmək, donmuş hisslər, günahkarlıq, utanc, ani qəzəb partlamaları, zəif sərhədlərin olması, həddindən artıq özünü tənqid etmək və kontrol etmək. Öz bütövlüyünü və bənzərsizliyini dərk etmək, gücsüzlük, pul problemləri, borclar, ya var, ya da heç yox maliyyə problemləri, pulda partnyordan asılı düşmək və ya pulların yalnız ağır zəhmətlə qazanılmasına inanmaq, həyat yoldaşının məsuliyyətsiz kimi, uşaq kimi davranması və s. Bunların hamısı səbəb deyil, sadəcə nəticədir. Sağalmamış ana travmasının nəticəsi. Mən sizə həyat qısadır, tələsin kimi şeylər deməyəcəm. İnanıram ki, insan hazır olduqda dəyişməyə qərar verir. Zamanı gəldikdə mənə müraciət edəcəksiniz. Mən öz həyatımla bunun mümkün olduğunu göstərmişəm. Tələbələrim hər gün öz dəyişimləri ilə məni sevindirirlər. Unutmayın, özünüzdən başqa heç kəsi dəyişdirə bilməzsiniz. Siz dəyişdikdə onların sizə münasibəti də dəyişir. İç dünyanızda öz daxili ana fiqurunu yaradın, ananız sizə yalnız bacardığı qədərini verib. Sizin ana sevginiz, anlayışınız onun anlayışından çox fərqli ola bilər. Ruhunuzda sizin istədiyiniz kimi sevən daxili ana obrazını yaratdıqda siz özünüzü güvənli və rahat hiss edəcəksiniz. Artıq ananıza qarşı inciklik, gözlənti və tələbkarlıq qalmayacaq. Həyatınız daha yüngül, sevgi dolu və sevincli, huzurlu və bollluq içində olacaq.